Salam, hər vaxtınız xeyir olsun. Gəlin belə bir sualla tanış olaq. Hansı maddələr cütünü su ilə qarışdırdıqda eyni maddələrin suda məhlulları alınır? İstəyir natrium hidroksid, daha doğrusu natrium hidridi, istəyirsə də natrium oksidi su ilə qarışdırdıqda natrium OH-ın suda məhlulunu ala bilərik. Bəli, hər ikisinin su ilə reaksiyasından eyni maddələr alınır. Eyni maddələr. Yəni natrium OH, hidrogen çıxır buradan. Bir də ki, natrium oksidin üzərinə də su gələndə alınır nə? Natrium OH. Yəni eynidir. Bu variantı götürürük. İkincidə isə silisium 4 oksidlə onun turşusunu verib. Hər ikisi suda həll olmur bu arada. Yəni suda, məsəl üçün silisium oksid su ilə qarışıqlı təsirdə olmur. O su ilə qarışıq əmələ gətirir. Necə qarışıq əmələ gətirir? Müxtəlif cinsdə qarışıq əmələ gətirir. Ona görə də, yəni su ilə qarışdıqda eyni maddələrin suda məhlulu alınmır buradan. Üçdə isə bu ortofosfat turşusudur. pH3 isə fosfit turşusunun anhidrididir. Ona görə su ilə qarışdırdıqda burada ortofosfat turşusunun məhlulu alınsa da burada alınacaq nə? Fosfit turşusunun məhlulu. Yəni 3-də olmur, amma 4-cüdə bəli, biz yenə eyni maddələrin suda məhlulunu almış oluruq. N2O5 nitrat turşusunun anhidrididir. Nitrat turşusunun suda məhlulunu ala bilərik. N2O5-in su ilə reaksiyasından biz nitrat turşusu ala bilərik. Eyni zamanda bunu da suda həll etdikdə nitrat turşusunu suda məhlulunu almış olarıq. Ona görə də deməli cavab olacaq 1, 4. Yəni C variantı indirməyib burada. Zaten 5-ci variant olmadığına görə ona görə düzgün cavab olacaq C variantı.